Artıq şəhərsalma və memarlıq üzrə Dövlət Komitəsindəki korrupsiyadan danışmaq gülünc görünür. Çünki Mədəniyyət Nazirliyi də ondan geri qalmır. Infoplus TV Tribuna infoaza istinadən xəbər verir ki, şəhərin düz mərkəzində Akademik Əbdülkərim Əlizadə və Məhəmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində dövlət tərəfindən qorunan memarlıq abidəsinin qarşısında daha bir eybəcər restoran tikilir. Bu problemi sosial şəbəkədə memar Elçin Əliyev gündəmə gətirib. O bildirib ki, Bakının taleyinə bugün vicdansız insanlar qərar verir. Stat, sevgi ilə yaradılmış şəhəri satırlar, ictimai məkanları bölüşdürür, tarixi memarlığı məhv edirlər. Şəhər artıq məmurları üçün ev yox, açıq səma altında bir bufetə çevrilib. Əsas odur ki, mətbəx zəngin olsun, vicdan isə bugün pəhrizdədir. Statın sonu. Tribuna infoaz məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlasa da cavab almaq mümkün olmayıb. Memar Elçin Əliyev həmin tikilinin fotolarını da paylaşaraq ictimaiyyətin diqqətinə çatdırıb. Artıq şəhərsalma və memarlıq üzrə Dövlət Komitəsindəki korrupsiyadan danışmaq gülünc görünür. Çünki Mədəniyyət Nazirliyi də ondan geri qalmır. Infoplus TV Tribuna infoaza istinadən xəbər verir ki, şəhərin düz mərkəzində Akademik Əbdülkərim Əlizadə və Məhəmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində dövlət tərəfindən qorunan memarlıq abidəsinin qarşısında daha bir eybəcər restoran tikilir. Bu problemi sosial şəbəkədə memar Elçin Əliyev gündəmə gətirib. O bildirib ki, Bakının taleyinə bugün vicdansız insanlar qərar verir. Stat, sevgi ilə yaradılmış şəhəri satırlar, ictimai məkanları bölüşdürür, tarixi memarlığı məhv edirlər. Şəhər artıq məmurları üçün ev yox, açıq səma altında bir bufetə çevrilib. Əsas odur ki, mətbəx zəngin olsun, vicdan isə bugün pəhrizdədir. Statın sonu. Tribuna infoaz məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlasa da cavab almaq mümkün olmayıb. Memar Elçin Əliyev həmin tikilinin fotolarını da paylaşaraq ictimaiyyətin diqqətinə çatdırıb.